İnternetdə dolaşan şablon kommentləri görürük də. Məsələn, bir adam maşınının videosunu paylaşsın. Əgər o maşın çox balaca maşındırsa, hərə bir ağızdan gəlib kommentə tökülüşəcək ki, məsələn, bu maşın 100 neçə litr süd içir. Və yaxud yazacaqlar ki, KAMAZ siqnal verəndə maşın yolun qırağına keçib ağlamır ki. Gülməli söz yazırlar da indi. Və yaxud bir adam evinin videosunu paylaşsın. Ev əgər balacadırsa, hərə bir ağızdan yenə gəlib yazacaq ki, qapını açırsan ev qurtarır. Və yaxud çaydan daşsa ev su basacaq. Həmin bu kommentləri, rəyləri görmək mənim əsəblərimi çox oynadırdı, amma sonra düşündüm ki, əgər mən internetə girib videoların altında yazılanları oxuyuramsa, günah özümdədir. Amma gəldiyim nəticə budur ki, insanlar həmin bu situasiyalarda fikirlərini ifadə etmək üçün bu cümlələrə ehtiyac duyurlarsa, deməli bu cümlələr də bir növ atalar sözləridir. Müasir dövrün atalar sözləri belədir. Amma yaxşı olardı ki, əgər bu müasir atalar sözlərindən, əgər belə adlandırmaq mümkündürsə, istifadə eləyiriksə, hansını harda istifadə edəcəyimizə fikir verək. Məsələn, əgər bir adamın evi balacadırsa və yaxud maşını balacadırsa, bunu lağa qoymağın yeri yoxdur. İkincisi də ki, məsələn, bir adamın ürəyi istəyir balaca maşın almaq. Siz niyə belə təzyiq yaradıb balaca maşınları lağ edirsiniz ki, həmin adamlar da məcbur qalıb böyük maşınları alırlar sonra. Həmin adamlar məcbur qalıb böyük maşın alsalar, məsələn, yolları sizin üçün tıxamış olacaqlar da, sizin özünüz üçün də çətin olacaq.